Salam uşaqlar, bugünkü mövzumuz onluq kəsrin adi kəsrə çevrilməsi. Səhifə 92-93. Uşaqlar, mövzunu bəyənsəz, bəyənməyi və abunə olmağı unutmayın. Başlayaq dərsimizə. Dərsimizdə bizə nə deyir? Uşaqlar, onluq kəsri adi kəsrə necə çevrilir? Siz ilə onluq kəsri veriləndə, məsələn, verilib 0,5. Onluq kəsri veriləndə bunu vergüldən adi kəsrə çevirməyi öyrətmişdim. Yəni demişdim ki, bu bərabərdir. Birinci tamı yazırıq. Tam yoxdursa heç nə yazmırıq. Kəsr xəttini çəkirik. Vergüldən sonra neçə ədəd var ona baxırıq. Neçə dənə ədəd var? 1. Bir dənə ədəd varsa, bir dənə sıfırlı ədədimiz. Bir dənə sıfırlı nədir? 10. Bax uşaqlar, burada 2 dənə ədəd olsaydı, 2 dənə sıfır, 51. Aydındır uşaqlar. Bir dənə sıfır yazdım. Və uşaqlar yuxarıya da burada yazılan ədəd 5. Çox qurtardı. Bu sənə öyrənmişdik. Bu yadınıza düşdü uşaqlar. Bu formada təyin olunurdu. Bunu yazandan sonra uşaqlar adi kəsr kimi ifadə olunsun deyə sürətlə məxrəcdə eyni bir ədədə bölünəm. Deyirəm 5 ilə 10 nəyə bölünə bilir? Onsuz da adi kəsr deyə bölməsin də olar. Prost bizdə burada ixtisarlı tələb edir deyə ixtisar aparıram. Deyirəm ki, ikisi də 5-ə bölünür. 5-ə bölürəm. Sürətdə məxrəcdə. 5-ə böləndə 1, 5-ə böləndə 2. 2-də 1. Adi kəsrə çevirdik. Məsələn, 0,52 bərabərdir. 0 tam yazmayayım. 3 tam. Tamı yazdım. Kəsr xəttini çəkirəm. Vergüldən sonra 2 dənədir. 2 dənə sıfırlı. 100. 52-də sürətə. Bu saydım. Sonra baxıram, sürətlə məxrəcdə nəyə bölünə bilir? 4-ə bölünə bilir, 2-yə bölünə bilir. 4-ə bölünəm. 3,25'də 13. Yəni, eyni bir ədədə böləcəksiniz. Verilib. Bu bərabərdir. Birinci tamı yazıram. Vergüldən sonra neçə ədəd var? 1, 2. 2 sıfırlı ədədimiz 100. Sürəti də burada olan ədədir. Şuna 0,8. 0,8 nə deməkdir? 8 qabağında 0 silmə. Problem yoxdur burada. İndi sürətlə məxrəcdə nəyə bölünə bilir? 4-ə bölünə bilir. Bölürəm 4-ə. Bu bərabərdir. 2,25'də 2. Qurtardı uşaqlar. Aydındır uşaqlar. Yəni, bugünkü mövzumuz onluq kəsrdən çeviririk adi kəsrə. Yəni, kəsr xətti vasitəsilə ifadə edirik. Gəlin, 1-2 dənə sual üzərində baxaq. 5-ci sualdan başlayıram. Verilib bizə. Nə deyir? Deyir ki, adi kəsrə və yaxud da qarşı xətti çevirir, kəsr ixtisar edir. Aha, adi kəsr çevir, ixtisar edər. 0,5. Bu bərabərdir. Tamı yoxdur. Vergüldən sonra bir dənədir. 10,5. Və deyir, ixtisar apar. Deyirəm, sürətlə məxrəcdə 5-ə bölünə bilir. 5'ə böldüm. Bu da bərabərdir. 2'də 1. Qurtardım. Bir dənəsində yazıram. 0,12. Bu bərabərdir. Tamı yoxdur. Yazmıram. Vergüldən sonra 2 dənə ədəd var. 100'də 12. Sürətlə məxrəcdə 4'ə bölünə bilir. İxtisar elədiyinə görə. 4'ə böləndə 3, 4'ə böləndə 25. Bu da elədir 25'də 3. Keçirik. 2 tam 1000'də 142. Bərabərdir 2 tam 1000'də 142. İndi sürətlə məxrəcdə nəyə bölünə bilir? 2'yə bölünə bilir. 2'yə böləndə 71. Aha. Belə bir dənə 2'yə bölünür. 2'yə böləndə eləyir 500, 2'yə böləndə 71. 500'də 71 formasında ifadə elədim. Bir dənəsinə də baxaq buradan. Verilib 5 tam 1000'də 450. Bu bərabərdir. 5 tam. Ən axırda 0 silə bilirik, düzdürmü? Sil geçsin. Lazımdır. 5 tam. Vergüldən sonra 2 dənə ədəd var. 2 sıfırlı ədədini yazdım.
%45. Sürət demokrasi 5'e bölünebilir. Böldüm 5'e, böldüm 5'e. Bu da beraber 5 tam 20'de 9 formasında ifadə olunur. Çevirdik adi kəsrə. Sizə də deyirdi ki, adi kəsrə çevir. Və ixtisar var. İxtisarlarımı da apardım. Aydın uşaqlar, bu formada təyin edirik. Keçirik növbəti suala. Yerdə qalan bəndləri özünüz. 6-cı sualda bizə nə deyir? Deyir ki, boş xanaya uyğun ədəd müəyyənləşdirin. 0 tam %19. Bu da bərabərdir. Tamı yoxdur deyə yazmıram. Yüzdə vericidən sonra 2 ədəd 19. Şöyle 19 olacaq. 0 tam 1000'də 7. Burada beraber %7 uşaqlar. Vericidən sonra 2 dənə ədəd 0,7. Şuna 0,7 ilə 7'nin fərqi var. Hiçbir fərqi yoxdur. 7. 0'dan %25. Bu bərabərdir. %25'e. Sürət demokrasiyada 25'e bölünebilir. 25'e bölünən. 25'e bölündə 1, 25'e bölündə 4. 4'də 1 formasında ifadə olundu. Ən axırıncı bəndi də özünüz yazırsınız. Keçirik 7-ci suala. Görə 7'də bizə nə deyir? 7'də bizə deyir ki, Sami lövhədə 4025 ədədini düzgün olmayan kəsir şəklində yazmaq istədi. Onun səhvini müəyyən edin və düzgün həll edin. Aha. 4000'in 4 tam 1000'də 25. 4000'də 4 tam 1000'də 25. Yazın. Uşaqlar. Sami yazı nə? 4 plus. Nə yazır? %25. Bax, Sami'nin səhvi budur. Bu sizə. Uşaqlar. Bu %25 deyil. 4 tam. Tamı yazdım. Vericidən sonra 1, 2, 3 ədəd. Deməli 3 də 0 yazdım. 1000'də 25. Bu formada təyin olundu. Yazdık. 4 tam 1000'də 25. Bu formada ifadə edildi. Düzdürmü? Ama Samir orada ne yazmıştı? %25 yazmıştı. Bu da beraberdir. 4 tam üzerine gelsin. 1000'də 25. Sürət demokrasiyada bölə bilirik 25'e. Bu da beraberdir. 4 üzerine gelinsin. 1000'i böləndə 25'e bizdə neçə edir? 40. Bu da elədir 1. Bu da beraberdir 4 tam 40'da 1 formasında ifadə olunur. Bu formada ifadə edilir. Keçirik növbəti suala. 8-ci suala. Deyir ki, onluq kəsirlə verilmiş ölçüləri adi kəsirlə yazın. Aha, uşaqlar, yəni verdi bizə nə? 0 tam. Bir-iki dənəsini uşaqlar izah edəcəm, qalanını yox. 0 tam 1000'də 250. Demişdik, ən axırda 0 yazılıbsa biz bu 0'ı silərik. 0'ı silərik. Bu bərabərdir. Tamı yoxdur deyə heç bir şey yazmırıq. Vericidən sonra neçə ədəd var? 1, 2. 2 sıfırlı ədədimiz. 100. Sürətdə ədədi olduğu kimi yazırıq. Bu da bərabərdir %25. Və ixtisar deyirsə, ixtisar sürət demokrasiyada nəyə bölünür? 25'e. Bölən 25'e. Bu da bərabərdir 4'də deyir. Birini də yazın buna aid nümunə. 1 tam verilir. %40. Nə dedik? Ən axırdayı 0'ı sil. Vericidən sonra ən axırdayı 0'ın heç bir mənası yox idi. Bu da bərabər. 1 tam. Vericidən sonra 1 ədəd verilir deyə. 10 da 4. Bu formada ifadə edilir. Sürət demokrasiyada 2'ye bölünə bilir. Böldüm 2'ye. Bu da bərabərdir. 1 tam 5'də 2 formasında təyin olunur. Burada. Yerdə qalan bəndlərdə özünüz işləyirsiniz. 9-cu sualda deyir ki, müqayisə elə. Müqayisə eləyəndə uşaqlar 2 dənəsini yazın. Orada həm işçini onluq kəsirə çevirə bilərsiniz. Və yaxud da işçini də adi kəsirə çevirib müqayisədə apara bilərsiniz. Fərq yoxdur.
5'də 3 ilə 0,158. Deyir ki, müqayisə elə. 5'də 3'ü gəlin keçirək 10'luq kəsimizə. Demişdim, neçəyə vururuq məxrəci? 2'yə. Bu da bərabərdir. 10'da 6. 0,10'da 6 ilə 0,158. Tamlar eyni. Vergüldən sonra birinci ədədə baxırıq. Hansı böyüdürsə o daha böyük hesab olunur. Bu da ədədimiz daha böyük olacaq. Yerdə qalan bədlərdə uşaqlar özünüz işləyirsiniz. Növbəti dərsimizdə görüşərik. Sağ olun uşaqlar.